Azərbaycanın tanınmış aktyoru və rejissoru, əməkdar mədəniyyət işçisi Məmməd Camal Kazımovun həyatından danışacağam. Məmməd Camal Allahqulu oğlu Kazımov 1929-cu il avqust ayının 27-sində Bakının Maşdağa kəndində anadan olmuşdur. Uşaqlıq illərindən teatr sənətinə maraq göstərən Məmməd Camal Kazımov atasının vasitəsilə 1944-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına işə qəbul olunur. O vaxtki teatrın direktoru Əli Heydər Ələkbərov idi. Milli Dram Teatrının binası Musiqili Komediya Teatrının binasında yerləşirdi. Hətta ona Tağıyev teatrı da deyirdilər. Teatrın nəzdində fəaliyyət göstərən teatr studiyasında oxuyur. Təhsilini artırmaq məqsədi ilə Məmməd Camal Kazımov Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və Kino Aktyoru fakültəsinə daxil olur. Daha sonra həmin təhsil ocağının rejissorluq fakültəsini də bitirir. Məmməd Camal Kazımovun atası Allahqulu Kazımov 1920-ci ilədək kənd təsərrüfatı ilə məşğul olmuşdu. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra isə məişət malları mağazasında satıcı vəzifəsində işləmişdir. Məmməd Camal Kazımovun atası Allahqulu kişi Məşədi Əzizbəyov adına teatrın truppa müdürü Əli Heydər Ələkbərovun yanına göndərmişdi. Allahqulu kişi köhnə tanışı olan Əli Heydər Ələkbərova yazdığı yoldaşlıq məktubunda xahiş etmişdi ki, oğlu Məmməd Camal Kazımovu teatra böyük həvəskar olduğu üçün onu teatrda bir işə düzəltsin. Hələ o vaxtı Məmməd Camal Kazımovun 15 yaşı var idi. Və teatrda işlədiyi vaxtlarda o vaxtı elektrika var idi, ona Quşqa deyirdilər. Sabunçu vağzalından Maşdağıya gedirdi və Məmməd Camal Kazımov da hər axşam çıxanda həmən o Quşqaya minirdi və oradan Maşdağa kəndinə gedirdi. Müharibə illəri dövlət teatrlarının kollektivləri tez-tez Maşdağaya qastrol səfərlərinə gəlirdilər. Məmməd Camal Kazımovun atası Allahqulu kişi kəndə qastrola gələn tanış aktyorları tamaşadan sonra evinə qonaq aparırdı. Belə təsadüflər Məmməd Camal Kazımov üçün toy bayrama çevrilirdi. O gecə yatmayıb böyüklərin söhbətlərinə qulaq asardı. Qarşısına teatr sənəti ilə əlaqədar yeni səhifələr açılardı. O böyük aktyorları da elə Maşdağa kəndində yaxından görmüşdü. Allahqulu kişi teatr və sənət adamları arasında çoxlu dostu və pərəstişkarları vardı. İnqilabdan əvvəl yaradılan bir sıra həvəskar musiqili komediya tamaşalarının təşkilatçısı və iştirakçısı olmuşdu. Dahi bəstəkarımız Üzeyir Hacıbəyovun Leyli və Məcnun operasının hələ inqilabdan əvvəlki dövrdə göstərilən bir neçə tamaşasında Allahqulu Kazımov
kütləvi səhnələrin iştirakçısı kimi çıxış etmişdir. Sonralar hətta opera teatrının xor kollektivlərində çalışıb xorda oxumuşdu. Akademik Milli Dram Teatrda işlədiyi dövrdə Məmməd Kamal Kazımov bir sıra yadda qalan tamaşalar yaratmışdır. Yaradıcılıq yolunda Məmməd Kamal Kazımov Respublikanın digər teatrlarında da tamaşalar hazırlamışdır. 1983-1988-ci illərdə Mədəniyyət Nazirliyinin rəsmi göndərişi ilə Məmməd Kamal Kazımov Ağdam Dövlət Dram Teatrında baş rejissor vəzifəsində çalışmışdır. Hətta o vaxtı Xətai rayonunda Xalq Teatrının rəhbəri də olmuşdur. Məmməd Kamal Kazımov ailədə 5 uşaq olublar. 2 qardaş, 3 bacı. Məmməd Kamal Kazımovun böyük qardaşı Məmməd Kazım Kazımov Fin müharibəsi iştirakçısı olub. 2 əkiz bacısı olub, Sona və Şövkət xanım və bir də Şəfiqə xanım. Və evin son beşiyi Məmməd Kamal Kazımov olub. Məmməd Kamal Kazımov əslən Fatma kəndindən olan xanım Kazımovu ilə ailə həyatı qurmuşdu və bu evlilikdən onların 3 qız övladı dünyaya gəlmişdir. Böyük qızı Vəfa xanım Novruzlu 20 ildir ki, Mədəniyyət Nazirliyində çalışır və ikinci qızı Sevinç xanım kitabxanaçılığı bitirib hal-hazırda evdar xanımdır və üçüncü qızı Zibər xanım 102 nömrəli məktəbdə ibtidai sinif müəlliməsidir. Məmməd Kamal Kazımovun nəvəsi Xədicə xanım Novruzlu da Akademik Milli Dram Teatrında çalışır və o bir neçə tamaşalarda çıxış edib. Elçinin Mənim ərim dəlidir tamaşasında qonşu qız, Mirzə Fətəli Axundovun Misyo Jordan və Dərviş Məstəli Şahda Gülçöhrə, Qürbətdən gələn məktublarda Dilənçi, Bəxtiyar Vahabzadənin ikinci səsdə İradə, Alın yazısında İlisu, Qaraca qızda Tutu, Kabuslarda İbnə bacı və çoxdur, tamaşaları çoxdur. Hal-hazırda Xədicə xanım Akademik Milli Dram Teatrının aktyor truppasında çalışır və babası haqqında mənə bir kitab da hədiyyə etdi. Rejissor və Teatr adlı kitabını da mənə hədiyyə etdi və Xədicə xanıma da öz təşəkkürümü bildirirəm. Məmməd Kamal Kazımov çox aktyorlarla tərəf müqabili olublar. Səməd Vurğunun Vaqif tamaşasından bir səhnədir. Şaliko obrazında İsmail Osmanlı və Gürcü balası Məmməd Kamal Kazımov. Hətta bu tamaşadan sonra Məmməd Kamal Kazımovu Gürcü balası deyə adlandırırdılar. 2024-cü ildə Azərbaycan Dövlət Film Fondunda Məmməd Kamal Kazımovun anadan olmasının 95 illiyinə həsr olunan tədbir keçirilmişdir və mən də həmin tədbirdə iştirak etmişdim. Məmməd Kamal Kazımovun filmoqrafiyasına gəldikdə isə çoxdur, onun filmləri, tamaşaları çoxdur və mən onların bir neçə adlarını çəkəcəm. Qaynana əməliyyatı tamaşasında Şəhər sakini, Ac hərflər tamaşasında Səlman, Süleyman! Ay Süleyman! Sen şişmişim. Süleyman! Ne diyor la? Ne oldu bana? Anda ne olacak? Ne olacak? Dileğiyle xəcala çekiyor. Bana sıkıntı görüm ne olur? Bunu sen ölürsen, bu sen evde kalır. Adam ne danışır? Bana yine öyle şey, evli bir durum yoktu. Değil mi? Gitti.
Yol əhvalatı filmində Şəmsi, Yalandan vurgindən xəstəliyə. Ne danışıyorsun? Mənə belə lazımdır. Elə şey Qızın olur. nişanlı Siferin gələcək qız 3-4 gün sənin yanında qalmalıdır. Başa düşdün? Tezələ, tezələ. Qızım, tezələ qızım. Belə hə. Özmələ, sağ ol. O Dünyadan Salam filmində epizodik rolda, Cenab-ı Şeyh, bu benim oğlum Hacı Mansur'dur. Biz onu kabirden çıkarmamışız. Biz onu defnemek istiyorduk. Eşittik ki siz adamları şehrimize teşrif getirmişsiniz. El sakladık. Kaş edirəm, bunu siz sidirinizdense. Bir Cənub şəhərində filmində çəkməçi Davud, Tutar ki sen onu öldürdün. Bir şey değişecek yani. Bazuda bədbaxt eləyəcəksən, özü de. Darıxma, vaxt gələr, hər şey düzələr. Yaxşı yadımdadır. Bir dəfə... Aha. Gəlir. Yuxu filmində Bazardakı alıcı, Neyini? 260 manat. Ay sağ ol. Bak bu da 40 manat. İndi elədi 300 manat. Və salam. Xudahafiz. Sən alma yer get. Sağ ol. Qaydım Allah'ına. Oğlum Qəzalxan filmində epizodik rolda, səbrələ. Ay ramaz olmuş. Ne səbrə diyecek kurban olduğum. Takala. və Qətl Günü filmində Vəzir. Aktyorun filmləri çoxdur və mən hamısının adını çəkmək istəmirəm. Məmməd Kamal Kazımovun həyat yoldaşı xanım Kazımova 22-ci Qurultay adına neft ayırma zavodunda mühəndis texnoloq vəzifəsində 32 il çalışmışdır və 2000-ci ildə dünyasını dəyişib öz doğulduğu Fatmiyə kəndində dəfn olunub. Məmməd Kamal Kazımov 2005-ci ildə dünyasını dəyişib və həyat yoldaşı xanım Kazımovanın yanında dəfn olunub. Mən hər dəfə də bu Fatmiyə kəndinə gələndə də aktyorumuzun məzarını ziyarət edirəm və Məmməd Kamal Kazımov haqqında qısa olsa da sizlərlə bölüşdüm və bu məzarlıq təmizdir. Buranı tez-tez ziyarət edirlər. Mən də gəlmişkən də aktyorumuzun və onun həyat yoldaşının məzarının ətrafını da yuyub təmizləyəcəm. Aktyorumuz Məmməd Kamal Kazımovun və onun həyat yoldaşı xanım Kazımovanın bacardığım qədər məzarının ətrafını yudum, təmizlədim. Və aktyorumuz haqqında bildiklərimi də qısa olsa da sizlərlə bölüşdüm. Allah Məmməd Kamal Kazımova və onun həyat yoldaşına rəhmət eləsin. Ruhları şad olsun.